Çay süfrəsi arxasında keçirilən görüş zamanı Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mais Gülməmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini, sədr vəzifələrini müvəqqəti icra edən Vüsal Muradov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri müavini Xatirə İbrahimli, eləcə də Ali Məclisin deputatları Zeynəb Quliyeva və Gülşad Rüstəmova çıxış edərək bildiriblər ki, 28-29 iyul tarixlərini əhatə edən layihə şəhid övladlarının intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, eləcə də onların bir-biri ilə ünsiyyət və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edib. Tədbirdə şəhid övladlarının dövlətin hər zaman diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb, onların bilikli, vətənpərvər və savadlı gənclər kimi yetişməsinin vacibliyi ilə bəhs edilib. Qeyd olunub ki, bu cür layihələr uşaqların intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə və sosial bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Şəhid övladlarının intellektual bacarıqlarının inkişaf etdirilməsi, bilik və bacarıqların inkişaf etdirilməsinə bağlı olduqca çox gözəl, yadda qalan bir tədbirdə iştirak elədik. Bu bizi olduqca qürurlandırır. Şəhid övladlarının qeyd eləmək istəyirəm ki, məktəb dərslərini yaxşı oxumaqları, ümumiyyətlə məktəbdə müxtəlif qiymətləndirmələrdəki uğurları bizi olduqca çox sevindirir. Çox maraqlı şagirdlərdirlər. Onlar öz fikirlərini ifadə etməkləri, nitq bacarıqları, istər intellektual, istərsə də emosional bacarıqlar baxımından nümunəvilikləri bizi çox sevindirir. Bu sözsüz ki, bir fərqli duyğudur, fərqli bir enerjidir. Şəhid adına, şəhid əmanətinin daşıyıcısı olaraq bu göstəricilər hər birimiz üçün olduqca qürurludur. Bu düşərgə bizim şəhid uşaqlarımıza çox böyük bir dəstəkdir və bildirmək istərdim ki, bu düşərgə çərçivəsində bir çox tədbirlər həyata keçirildi. Xüsusi qeyd eləmək istərdim, intellektual oyunlar, idman oyunları, onların asudə vaxtların səmərəli keçirilməsi ilə bağlı layihələr, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivləri də cəlb olundu ki, bunların daha da yaxşı asudə vaxtları səmərəli keçirilsin. Seminarlar təşkil olundu və bu seminarlar çərçivəsində bildiyimiz kimi bu gün uşaqlarımızın inkişafına mənfi təsir edən zərərli informasiyalardan qorunması ilə bağlı demək xüsusi bukletlər hazırlandı, bu uşaqlarımıza paylanıldı. Bunların hər biri onu deməyə əsas verir ki, bu tədbir əhəmiyyətli tədbirdir, tədbir oldu və uşaqların yaddaşında yadda qalan bir tədbir oldu. Sonda layihə iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Düşərgə Naxçıvan Dövlət Universitetinin Batabat Astrofizika Rəsədxanasına və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına təşkil olunan ekskursiya ilə yekunlaşıb. Tərlan İbrahimova, İlkin Eylazov, Cəmil Məhərrəmov, NTV Xəbər.